çubuq məsələləri necə olur buna baxaq. Çubuq məsələsinin şərtində verib ki, topalardan ən az sayda çubuğa malik olanını əmələ gətirən çubuqların nömrələri cəminin topaların sayına hasilini tapın. Birinci baxmalısınız, fərqi yoxdur. 14 çubuq var. Neçədən başlamamızın fərqi yoxdur. Birdən başlasaz. Bir nömrəli çubuq özünə 8 nömrəli çubuğu birləşdirir. 8-dən başlayan var. Bəli. 8 nömrəli çubuq özünə 4 nömrəli çubuğu birləşdirir. 4-dən başlasaq 4 nömrəli çubuq özünə 9 nömrəli çubuğu birləşdirir. 9-dan başlasaq 9 nömrəli çubuq özünə 14 nömrəli çubuğu birləşdirir. 14-dən başlasaq 14 6 nömrəli çubuğu birləşdirir. 6-dan başlasaq 13 nömrəli çubuğu birləşdirir. 13-dən başlasaq bu yenidən 1 nömrəli çubuğu birləşdirir. Təkrar oldusa burada dayanırıq. Yəni bu bir dəstədir. Fərqi yoxdur neçədən başlamağın. Məsələn, bunun içərisində olmayanlardan birindən 2-dən başlaya bilərsiniz. 2 özünə 10-u birləşdirir. Ondan başlayan var. Bəli. Bu özünə birləşdirir 3-ü. 3-dən başlayan var. Bəli. Bu özünə birləşdirir 7-ni. 7-dən başlayan var. 7-dən başlayan mütləq ki var. Ən aşağıya baxın. Gedir 12-yə. 12-dən başlayan var. Bəli. Bu gəlir 2-yə. Yenidən 2-yə qayıtdısa, təkrar oldusa dayanırsınız. Deməli, bu da bir dəstəymiş. Bunun içərisində olmayan. Məsələn, 1, 2, 3, 4 var, amma 5 yoxdur burada. 5-dən başlasaq, 5 özünə birləşdirir 11-i. 11-dən başlayan var, yoxdur. Burada cəmi birincidə 7 çubuq, ikincidə 5 çubuq, üçüncüdə isə 2 çubuq var. Cəmi 14 çubuq eləyir. Baxın, görün 14 çubuğun hamısı istifadə olunub. Bəli. Bizə verib ki, deyir, topalardan ən az sayda çubuğa malik olan, yəni 2 dənə çubuq olan 5 və 11-i götürəcəyik. Bunların cəminin eləyir 16. Topaların sayına hasilini tapın. 1, 2, 3 topa var burada. Yəni 3 dəstə. 16-nı 3-ə vursaq olacaq 48. İstifadə olunmuşu budur. Nömrələnmiş 12 çubuğun hər biri digər çubuqların ikisi ilə bağlanaraq topalar əmələ gətirmişdir. Topalardan ən az sayda çubuğa malik olanını əmələ gətirən çubuqların nömrələrinin cəmini tapın. Bu aşağıda verdiyi vəziyyətin kənardan görünüşüdür. Bunu dünən işlədik axı biz sizinlə. Bəli. Mən nəsə bunu dünən xatırlayıram. Bəli. Dünən işlədiyimiz testlərlə bugün işlədiyimiz testlər eynidir. Çünki dünən digər qruplandı. Bugün isə digər qrupla. Fikrimi izah edə bilirəm. 2, 4, 6 ayrıdır, 1, 3, 5 ayrıdır. Deməli, burada baxırsınız ki, bu ayrıca bir dəstədir. Bu ayrıca bir dəstədir. Bax, bu da ayrıca bir dəstədir. Yəni, bunu kənarda verib ki, siz yuxarıdan görünüşü görəsiniz. Əsas məsələ bizə burada olan çubuqlar lazımdır. Mənə bir arı. Diqqətlə dinləyirik, səsi bağlayın, zəhmət olmasa. Bir nömrədən başlayırıq. Bir nömrəli özünə birləşdirir 11-i. 11-dən başlayan var, bəli, bu özünə birləşdirir 9-u. 9-dan başlayan var, bəli, bu özünə birləşdirir 5-i. 5-dən başlayan var, bəli, bu gedib 1-ə birləşirsə, təkrar oldusa dayanırsınız. Bu dəfə başlayın 2-dən. 2-dən başlasaq əgər, 2 birləşir özünə 7-ni. 7-dən başlayan var, bəli, 7 birləşdirir özünə 12-ni. 12-dən başlayan var, bəli, bu yenidən 2-yə qaydırsa dayanırıq. Daha sonra 1, 2-ni istifadə elədik, 3-ə baxaq. 3-dən başlasaq, 3 bizi aparacaq 6-ya. 6-dan başlayan var, bəli, bu gedib birləşir 10-a. 10-dan başlayan var, bəli, bu gedib birləşir 4-ə. 4-dən başlayan var, bəli, bu gedib birləşir 8-ə. 8-dən başlayan var, bəli, bu gedib təzədən 3-ə birləşirsə, təkrar oldusa dayanırsınız. Başqa qaldı mı burada? 4 plus 3, 7, üstünə də 5 gəlsək, 12 çubuğun hamısı istifadə olunubsa, məsələ bitmişdir. Bizdən istəyir ki, topalardan ən az sayda çubuğa malik olanın, yəni 2, 7 və 12
3 dənə çubuğun nömrələri cəmini tapın. Bunların nömrələri cəmi bizə 21 verəcək. Deməli, bu sualda bizə verib ki, fiqurları saha təqrəbinin hərəkəti istiqamətində dönərək bir vəziyyətdən, qalın xətli vəziyyətdən qırıq-qırıq xəttə çevrilir. Şəkillərə uyğun rəqəmləri bu şəkillərin alınması üçün fiqurların minimum dönmə bucaqlarının artma ardıcıllığı ilə düzün. Amma biz saat əqrəbi istiqamətində fırlatmalıyıq. Burada gördüyümüz işarəni saat əqrəbi istiqamətində neçə dərəcə fırladım ki, burada gördüyünüz qırıq-qırıq xəttə çevrilsin. Saat əqrəbi istiqamətində birinci biz bunu 90 dərəcə çevirsək belə bir şəkil alınacaq. Bir də 90 dərəcə çevirsək belə bir şəkil alınacaq. Bir də 90 dərəcə çevirəsi olsam belə bir şəkil alınacaq. Amma bunu biz 90 dərəcə çevirməyimizə ehtiyac yoxdur. Bunu biz deməli təxmini olaraq 45 dərəcə çevirsək, bax belə bir şəkil alınsa kifayətdir. Bu bundan eynidir, baxın. İndi nə qədər çevirdim ona baxmaq lazımdır. Birincidə bundan bunu almaq üçün 90 dərəcə, bu şəkildən bu şəkil almaq üçün yenə 90 dərəcə, bu şəkildən bu şəkil almaq üçün təxmini olaraq 45 dərəcə. 90 plus 90 plus 45 bərabərdir 225 dərəcə. Təxmini olaraq saat əqrəbi istiqamətində çevirdik. Bu iki nömrəli şəkili saat əqrəbi istiqamətində çevirəndə, baxın bu nöqtə əgər saatın əksinə çevirsəydi, azcana təxmini bir 10 dərəcə çevirsək elə qırıq-qırıq xətlərin üst-üstə düşərdi. Amma elə çevirmək olmaz. Biz bunu saat əqrəbi istiqamətində çevirməliyik deyə burada gördüyüm nöqtə özündən sonra gələn təpə nöqtəsinin üstünə gəlib düşəcək. Mərkəzə bir nöqtə qoy və bu nöqtələri birləşdir. Təxmini burada gördüyün nöqtə ilə burada gördüyün nöqtə arasında gör neçə dərəcə fərq var hələ. 90-dan böyük. Təxmini olaraq 110 dərəcə var. Deməli, mən bunun 110 dərəcə saat əqrəbi istiqamətində çevirməliyəm ki, gəlsin o nöqtə ilə üst-üstə düşsün. 110 dərəcə. Baxaq 3 nömrəli şəkilə. 3 nömrəli şəklin elə bütün tərəfləri eynidir. Deməli, burada gördüyüm özündən sonra gələn saat əqrəbi istiqamətində bax bu qırıq-qırığının üstünə gəlib düşməlidir. Burada gördüyün nöqtə gəlib bura düşməlidir. Elə 90 dərəcə. Təxmini olaraq 90 dərəcə çevirsək saat əqrəbi istiqamətində bu nöqtə gəlib bura düşəcəksə, digərləri də onsuz digərlərindən üst-üstə düşəcək. Problem yoxdur. 4 nömrəli şəkil necədir bəs? Bunu saatın əksinə 10 dərəcə, hələ 10 dərəcədən də az çevirsək üst-üstə düşərdi. Amma elə olmaz. Biz saat əqrəbi istiqamətində fırladırıq deyə burada gördüyüm nöqtə gəlib bax bu qırıq-qırığın bu nöqtəsindən üst-üstə düşməlidir. Təxmini olaraq neçə dərəcə? O olsun 60 dərəcə. Saat əqrəbi istiqamətində. Burada gördüyüm nöqtə də gəlib bura özündən sonraya düşsə, bu çox azdır. Təxmini 120 dərəcədir. Bizdən də artma ardıcıllığı ilə istəyirdisə, minimum olanı 20 dərəcədir. Azdan çoxa gedəcəyik. 5. Sonra gəlir 60 dərəcə, yəni 4. Sonra gəlir 90 dərəcə, yəni 3. Sonra gəlir 110 dərəcə, yəni 2. Sonra gəlir 225 dərəcə, yəni 1. Var problem bu sualda. Bir şey soracağım. Burada ikinci optionda biz qara xətlə qırıq-qırıq xət arasında bucaq tapırıq. Düzdürmü? Xəttimiz oradan keçir də. Bu qaranın nöqtəsi qırıq-qırıq xəttin üstünə gəlməlidir. Yəni bizim o xəttlərimiz biri qaranın üstə, biri qırıq xəttin üstə olur. Yeni pozisiyanın üstə olur. Bəli, ağ vərəq veriləcək. Bəli, burada gördüyünüz nöqtə gəlib bura gəlib düşsə, onsuz da çox belə. Bu da gəlib onda bura düşəcək. Bu biri aşağıdakı nöqtə də gəlib bura düşəcək. Fərqi yoxdur. Hansından istəsən baxa bilərdin. Məsələn, gəlib bu nöqtəni gətirib burada gətirə bilərdin. Məsələn, belə də yazmaq olardı. Belə də yazmaq olardı. Və yaxud burada gördüyün nöqtəni burada gətirə bilərdin. Şey izah edə bilirəm. Məsələn, belə də yazmaq. Bəs bucağı necə müəyyənləşdiririk oradakı nə qədər dönəcək? Təxmini qiymət götürürük. Məsələn, baxın görün, buradakı nöqtəni bura gətirmək üçün təxmini neçə dərəcə açmaq lazım? 90 dərəcə olsaydı belə düz olardı. Düz bucaq olardı. 90-dan biraz çox açılır, belə deyilmi? Kör bucaqdır. Kör bucaqsa 90-dan böyük bucaqdır. Gördünüz, mən bura təxmini olaraq, yəni 140 yazsaydım da problem olmayacaqdı. Olmamalıdır da. Çünki biri 20 dərəcədir, biri təxmini 60 dərəcədir. Görürsünüz, arada fərq nə qədərdir? O biri təxmini 90-dır, o biri təxmini 120 ya 130-dur, o biri də 225 dərəcədir. Görürsünüz, aradakı fərqlər nə qədərdir? Yəni da biri 10 dərəcə, biri 12 dərəcə ola bilməz ki, biz onları hansının daha çox olduğunu seçə bilək.
gözə çarpacaq qədər fərqli olmalıdır. Birini də yazaq. Fiqurlar saat əqrəbinin hərəkəti istiqamətində yenə də çevrilməlidir. Və bu gördüyümüz şəkilləri minimum dönmə bucaqlarının bu dəfə azalma ardıcıllığı ilə düzmək lazımdır. Diqqət eləyin, bizə şərtdə verib ki, 3 və 5-ci fiqurlar düzgün fiqurlardır. Düzgün fiqurlar o deməkdir ki, bütün tərəfləri bir-birinə bərabərdir. Yəni, bu 3 nömrəlinin oturacağı bura deyil. Hər tərəfi oturacaq götürmək olar. Yəni, bütün tərəfləri bir-birinə bərabərdir. 5 nömrəli də onun kimi. Tək-tək baxsaq. Məsələn, 1 nömrəli fiquru mən neçə dərəcə çevirim ki, saat əqrəbi istiqamətində gəlib bu qırıq-qırıq xətlə üst-üstə düşsün. Birincisi, əgər biz bunu 90 dərəcə çevirsəydik saat əqrəbi istiqamətində, onda bunun oxu deməli belə baxacaqdı. Saat əqrəbi istiqamətində 90 dərəcə. Bir də 90 dərəcə çevirsəydim əgər, yuxarı baxacaqdı. Bax belə. 90 dərəcə çevirsəm. Bir də 90 dərəcə çevirsəm belə baxacaqdı. Amma bu keçdik. Belə deyil. Biraz az. 90-dan az. Təxmini olaraq 45 dərəcə çevirsək, ox belə baxacaq. Birinci 90 dərəcə, ikinci də 90 dərəcə, üçüncü də təxmini olaraq 45 dərəcə götürdüm. 90-90-45. Bu bizə verər 225 dərəcə saat əqrəbi istiqamətində çevirsək. Baxın, məsələn, buradakı qalın xətti saatın əksinə təxmini olaraq bir 20 dərəcə çevirsəydim, buradakı nöqtə gəlib bura düşəcəkdi. Razısınız? Təxmini 20 dərəcə. Amma elə çevirə bilmərəm. Mən bunu götürüb saat əqrəbi istiqamətində çevirməliyəm. Burada gördüyüm nöqtə bax bura gəlməlidir. Bax bura gəlib çıxmalıdır. Bura gəlib çıxması üçün deməli mən bunu 180 dərəcə fırlatsam, yenə şəklin özü alınardı. Amma şəkil elə deyil axı. 180-dən az çevrilməlidir. Yəni, burada dayanmalıdır. Yəni, gəlib özünə çatmağına ehtiyac yoxdur. 180-dən az, təxmini olaraq elə bunlar arasındakı fərq də 20 dərəcə götürmüşdürsə, 160 dərəcə. Niyə? Çünki biz bunu 90 çevirsək, şəkil belə dayanacaq. 90 çevirsək. Bir də 90 çevirsəydik, belə dayanacaqdı. Deməli, biz bunu biraz az çevirməliyik. Neçə dərəcə? 160 dərəcə. Məsələn, 3 nömrəli neçə dərəcə fırlanacaq? Baxın buna siz. Baxın, 3 nömrəli şəkili biz saat əqrəbi istiqamətində çevirəndə burada gördüyüm təpə nöqtəsi özündən sağ tərəfdə saat əqrəbi istiqamətində olan qırıq-qırıq xəttin ilk qırıq-qırıq xəttin üstünə gəlib düşməlidir. Bax, bu qədər. Təxmini olaraq neçə dərəcə? 70 dərəcə yaza bilərik. 70 dərəcə yaza bilərik. Fərqi yoxdur. Sonra baxaq nəyə? 4 nömrəli şəkilə. 4 nömrəli şəkili saat əqrəbi istiqamətində neçə dərəcə çevirməliyəm ki, qırıq-qırıq xətlə üst-üstə düşsün. Birinci, burada bir təpə nöqtəsi qoysam, bu təpə nöqtəsi yenidən gəlib bura düşməlidir. Bunu əslində saatın əksinə fırlatsam daha rahat olar. Baxın, məsələn, necə? Burada gördüyüm bura gəlməlidir. Neçə dərəcə? Təxmini olaraq çox cüzi bir 20 dərəcə çevirmək lazımdır. 20 dərəcə saatın əksinə çevrilməni saat əqrəbi istiqamətində 360 çıxaq 20, 340 dərəcə çevirsəm gəlib həmin yerdə ala bilərəm onu. Yəni ki, bura bir nöqtə qoyuram. Saat əqrəbi istiqamətində 90 dərəcə fırladıram. Alınır bu. Bir də 90 dərəcə fırlatsam, saat əqrəbi istiqamətində alınacaq belə bir şəkil. Nöqtə buradadır. Bir də 90 dərəcə fırlatsam, alınacaq belə bir şəkil. Bir də 90 dərəcə fırlatsam, belə şəkil alınardı. Düz, amma bu düz dayanmayıb axı. Biraz istiqamətlənib, belə dayanıb təxmini olaraq. O da olsun neçə? Deməli, bunu bir 80 dərəcə yazmaq olar. Ya 70 dərəcə yazmaq olar. Fərqi yoxdur yəni. 70 dərəcə. 70 dərəcə. Birinci 90 idi, ikinci 90 idi, üçüncü 90 idi. 3 dənə 90-ım 270 dərəcə, sonuncunu da 70 dərəcə götürsək, həqiqətən 340 dərəcə eləyirmi? Bəli. Demək ki, biz bu dördüncü şəkili saat əqrəbi istiqamətində 340 dərəcə çevirsək, 40-40 xətlə üst-üstə düşəcək. 5 nömrəli şəkildə çox cüzi miqdarda çevirmək lazımdır. Hardan gördüm? Buradakı nöqtə özündən sonra, bax bu nöqtəyə gəlib üst-üstə düşsə kifayətdir. Təxmini bir 10 dərəcə çevirsəz kifayətdir. Bizə azalma ardıcıllığından istəyirdisə, başlayacağıq ən böyüyündən. 4 nömrəli.
Sonra gələcək 1 nömrəli 225. Sonra gələcək 2 nömrəli 160 dərəcə. Sonra gələcək 3 nömrəli olan 70 dərəcə. Sonra da gələcək 5 nömrəli olan 10 dərəcə. Y variantı. Fiqurlar saat əqrəbinin hərəkəti istiqamətində dönərək bir vəziyyətdən digərinə çevrilib. Şəkillərə uyğun rəqəmləri bu şəkillərin alınması üçün minimum dönmə bucaqlarının artma ardıcıllığından yazın. Tapın görün bu sualı. Burada artma ardıcıllığından istəyirsə azdan çoxa getməlisiniz. Birincisi burada gördüyünüz nöqtə 2 nömrəlidə. Gəlir bu qırıq-qırıqla üst-üstə düşməlidir. Bax bu qədər. Təxmini bir saat əqrəbi istiqamətində 60 dərəcə çevirsəz üst-üstə düşər. Sonra 1 nömrəliyə baxın. Bu gördüyünüz durma qadağandır işarəsinin xətti gəlib bura düşməlidir. Bax, elə bunları birləşdirsən kifayətdir. Bu qədər. Təxmini kör bucaq qədər fırlanmalıdır. Yəni nə qədər eləyəcək? Buna da bir ürəyindən neçə keçir yaz. 140 dərəcə. 3 nömrəli ən çox fırlanandır. Çünki bunun artıq fərqlənir. Oturacaq hissəsi 180 dərəcə fırlansaydı aşağıya gələrdi. 180-dən biraz da artıq fırlanıb. Təxmini olaraq olsun 190 dərəcə. Oturacaqlarca üst-üstə düşsə kifayətdir. 190 dərəcədə bu. Artma deyəndə azdan çoxa 2 nömrəli, sonra 1 nömrəli, sonra isə 3 nömrəlidir. Deməli burada bizdən iştirixlənmiş hissənin sahəsini istəyirsə, ümumi sahəni tapıb üçbucağın sahəsini oradan çıxsaq cavabı tapa bilərik. Ümumi sahə 6 vurulsun 8, yəni 48-dir. 48-dən çıxmalıyıq ağ hissənin sahəsini. Yuxarı hissənin uzunluğu 8-dirsə, bu üçbucağın oturacağı da 8-dir. 6-nı yarıya bölürük. 3-3 şəklində. Buradan bura hündürlük. Bu hissə 3-dürsə, bu üçbucağın hündürlüyü də 3 olmalıdır. İxtiyari üçbucağın sahəsi tərəf və bu tərəfə çəkilmiş hündürlük hasilinin yarısıdır. 8 vurulsun 3, 24, yarısı 12. Bu üçbucağın sahəsi 12-dirsə, ümumi 48-dən 12-sini çıxsaq, yerdə 36 qalacaq. Tək-tək sahələri tapıb toplamaq da olardı. Bu sahəyə baxın. Deməli, aşağıdakı rənglənmiş fiqurlardan neçəsinin sahəsi eynidir? Tək-tək sahələrini tapacaq. Məsələn, 1 nömrəlinin sahəsini necə taparıq? Bu bir oturacaq hissəsi 6 dənədir. Bu hissə üçbucağın sahəsini tapsaq 6 tərəf və bu tərəfə çəkilmiş hündürlük hasilinin yarısıdır. Bu da təpə nöqtəsindən sayanda görürsünüz ki 4 dənədir. 6 dəfə 4, 24, yarısı 12. 12 bura, 6 da bura. Yəni bu hissənin sahəsi 18 imiş. İkinci fiqura baxsaq, trapesiyadır. Trapesiyanın sahəsi oturacaqları cəminin yarısının hündürlüyə hasilidir. Oturacaqları 2 və 4. 2 plus 4, 6, yarısı 3 verəcək. Vurulsun hündürlük. Hündürlük də budur, baxın hündürlüyü. 1, 2, 3, 4, 5, 6. Vurulsun 6. 3 dəfə 6, 18. Deməli, bu trapesiyanın sahəsi də 18 imiş. Burada bu 6 dənə. Üstə 4 gəlsək 10, 13, 15, 17, 18 dənə də buradadır. Burada 6, üstə gəl 4, 10, 13, 16, 3 dənə də burada, 19 da buradadır. Burada 6 plus 4, 10, 13, 15, 17 də buradır. Üçbucağın sahəsi tərəf və bu tərəfə çəkilmiş hündürlük hasilinin yarısı olduğuna görə bunun tərəfi 6-dır. Tərəfə çəkilmiş hündürlük isə o da 6-dır. 6 vurulsun 6, 36, yarısı 18. Sahələri eyni olan 1, 2, 3-cü və sonuncudur. Neçəsi? 4 dənəsi eynidir sahə. Belə bir suala baxaq. Deməli, bizə verib ki, bunlar faizlə göstəricilərdir. Dərəcələrlə tapın. Biz bilirik ki, bunların hamısının cəmi 100% eləyir. 100%imiz tam dərəcə. Yəni, 360 dərəcə olarsa, 30%imiz nə qədərdir? 30%-i x-dir. Çarpaz vurub x-i tapsaq, 108 dərəcə elə bir dənə variant götürüb çıxıb gedə bilərsiniz. Yenə, 100%imiz 360 dərəcədirsə, 20%-i x-dir.
Bu 5'ə bölübsə burada da 5'ə böləcək 72 alınacaq. 100% 360-dırsa 40% nə qədərdir? Vursaz 4 vurulsun 36 alınacaq. O da 144 eləyir. Sonuncu da eyni qaydadadır. 100% 360-dırsa 10% də 36 olacaq. Burada sətir boyu baxsaz, məsələn, sağdan sola artır. Baxın 2-2. Sağdan sola 2-2 artırsa 4, 6, növbəti 8, 10 bu şəkildə getməlidir. Belə bir tərəzi sualına baxaq. Ümumiyyətlə tərəzi suallarında yadda saxlamaq lazımdır ki, sizə verilən rəqəmləri kənardan yazın. Burada indi 9 fərqli fiqurun çəkisi 1-dən 9-a qədər ədədlərdən birinə uyğun olduğunu deyir. Bunu yazırsınız dəftərdə kənara bir yerə və 3-ü 1-inə bərabərdir. 3-ü 1-inə bərabərdir, 4-ü 1-inə bərabərdir. Sayı çox olan yerə kiçik rəqəm yazmaqla yola çıxmaq mümkündür. Təbii ki də alınmasa yerin dəyişmə şərtindən. 1, 4 yazandan sonra onların üstündən xətt çək. Bunun 3-ü 1-inə bərabərdirsə, burada da 3-ü 1-inə bərabərdirsə, əgər biz 2-ni bura yazsaq, bura 6 olacaq. Onda gərək 3-ü bura yazaq, bura 9 olsun. Çünki başqa ehtimalı yoxdur. Yox, əgər 2-ni bura yazası olsaq, bura 6 yazmalıyam, onda bura 3 qalacaq. Burada onda 9 olur. Bir onu dəqiq bilirəm ki, 2-ni 3-ü, 6-nı 9-u mütləq istifadə edirəm. Əlimdə qalır 5, 7, 8. 5, 7, 8-dən bu tərəzdə olan tarazlığı almalıyam. 3 dənə fiqur digər fiqurlara bərabərdirsə, bura sayı çox olan yerə kiçik rəqəm yazmaqla yola çıxmaq lazımdır. 3 dənə 5 yazıram. Amma tərəzi suallarında yadda saxlamaq lazımdır ki, eyni fiqurlara diqqət edin. Baxın, hər ikisində qara ulduz var. Qara ulduz ya 2-dir, ya 3-dür. 5-ləri yazdım, bura oldu 15. Görək hələ sağ tərəfini neçə eləyə bilərik. Minimum burada smalik var 2 dənə. Smaliklərin yerinə 7, 7 yazsam, bu bizə verəcək 14. 14-ün üstünə ulduz ya 2-dir, ya da 3-dür. 2 də gəlsən 15-i keçir, 3 də gəlsən 15-i keçir. Demək ki, sən burada bu ürəyin yerinə 5 yazanmazmışsan. 5 yaza bilmirsənsə, onda 7 yaz. 3 dənə 7 sənə versin 21, onda sağ tərəfdə 21 olmalıdır. Sağ tərəfdə 21 olmalıdırsa, smalikin yerinə 5, 5 yazacağım. Niyə? Çünki sayı çox olana kiçik olan rəqəmlə yazmalısan. Bu qara ulduzla eynidirsə, tək qalana da gətirib 8 yazacağım. Yəni bu plus olana da 8 yazacağım. 5, 5, 10. Üstə də 8 gəlsək 18. 18-in üstünə nə gəlsək 21 olar? 3. Deməli, bu qara ulduzumuz 3 imiş. Qara ulduz 3-dürsə, gətirib aşağıdakı ehtimalı silmək lazımdır. Qara ulduz 3-dürsə, 5 bucaqlı 9-dur. Onda da 3, 9 halını da digər tərəfdən silmək lazımdır. Bunları yazandan sonra plusu tapırsınız ki, plus 8-dir. Burada 3 bucağın da qiyməti 4 idi. Amma diqqət eləyin 58-ci sualda verilmiş fiqurları ifadə etdikləri ədədlərin qiymətlərin artması arzılığından düzmək lazımdır. Rombun yerinə 1 yazacağıq. Smalik 5-dir. Qara ulduz 3-dür. Durma qadağandır işarəsi 2-dir. Bunları artma arzılığından düzəndə, ümumiyyətlə azalma arzılığından düzəndə məsləhət görülür ki, yanına kiloqram yazasınız. Yəni o nəzərən bu rəqəmlər o biri rəqəmlərlə qarışmasın deyə. Ən yüngül olanı 1 kiloqramdır. 1 kiloqram olanın nömrəsi 1-dir. Sonra ən yüngül olanı 2 kiloqramdır, yəni 4-dür. Sonra ən yüngül olanı 3 kiloqramdır, yəni 3-dür. Sonra ən yüngül olanı 5 kiloqramdır, yəni 2-dir. Çətin olan hissəsi odur ki, siz müsabiqədə 2 dəqiqə ərzində bu fiqurları sayıb da bunun 10 dənə olduğunu görməlisiniz. 10 dənə olduğunu görməlisiniz. Baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Demək ki, burada 1-dən yox, 0-dan başlayaraq 10-a qədər rəqəmlərdən istifadə eləməliyik. Yəni 0 kiloqrama bərabər olan daş var imiş burada. Ağırlığı 0 kiloqram olan. Yoldaşlar, baxırsınız ilk öncə bunun 6 dənədir, bu da 5 dənədir. 6 ilə 5-in ortaq məxrəci 30 eləyər. Elə 30-u 6 yerə böləndə hərəsinə 5 düşər. 5-5 versək bu 30. Burada 30 olsa 5-ə böləndə hərəsinə 6 düşəcək. Hər daşın ağırlığı 6 kiloqramdır. Daha sonra bu bir daş digərlərindən daha ağırdır. Biz bura
daha yüngül ədədlər yazmalıyıq ki, bunların cəmləri daha az olsun. Yəni biz baxın bu burun bu burundan eynidir. Demək ki, bu burunda 2 dənə fiqurdan daha ağır imiş. Məsələn, mən bura götürüb 1-1 yazsam, minimum rəqəmlər yazıram ki, minimum rəqəmdən daha ağır olan da minimum rəqəm olsun. Gətirib də tutaq ki, bura 3 yazsam, onda gərək gətirib bura da gərək 3 yazam. Ola bilər, amma diqqət edin. Mən bu sayı çox olan yerə gətirib minimum rəqəmlərdən olan 0 yazacağam. Bura 0 yazsam, burada 0 yazmalıyam. Bu ilə bu ikisi bir-birindən eynidir deyə bunun yerinə 1 yazıram. Diqqət edin. İndi biz 2 yoxsa 3'ü yazın. 2 yoxsa 3'ü. Burada minimumdur deyə bunun yerinə 2 yazsam, bura 2 yaza bilmərəm. Çünki 2 2-yə bərabərdir, daha ağır deyil. 0'ı 1'i 2'ni istifadə eləmişəmsə, 3 dənəsi 1 dənəsinə bərabər olan əlimizdə 3 qalıb. 3 dənə 3 götürsək 9 eləyəcək. 2 dənə 1-dən, 2-dən daha ağır olan 3 də var, 4 də var. Amma 3'ü yazmışıqsa, bura 4'ü yazmalıyıq. Bu burun 4'dürsə, burada da 4'dür. Bunun yerinə gətirib 4 yazsaq, bu ağırlıq 7'dir. 7'dən daha ağır olan 8 var. Vəssalam. İndi bunu yazmağın özü bir çətindir. Bundan sonra cavabı tapmağın burada da bir diqqət etməli olduğumuz məqam var. Birinci fiqurumuz 1'dir, plus. İkinci fiqurumuz 2'dir. Üçüncüsü 8'dir. Dördüncüsü 9'dur. Digəri 5'dir. Bunları toplayacağıq və bundan çıxacağıq nəyi? Bundan çıxacağıq, deməli bu işarə 6'dır. Minus. Qara kvadratımız 3'dür. Amma bu işarə ilə eyni deyil. Bu tərəzidə nəyi istifadə etməmişəm? 0, 1, 2, 3, 4, 5, 6, 8, 9 var, amma 7 yoxdur. Demək ki, bu işarə də 7'ni bildirilmiş. Minus 7, minus burun 4'dür, o biri də 0'dır. Bunları hesablasaq 25, çıxaq 20, o da bərabərdir 5'ə. 9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9'a qədər rəqəmlərdən birinə bərabərdir. Ümumiyyətlə bu cür tərəzilərdə yadda saxlamaq lazımdır ki, eyni işarələrə baxırsınız. Məsələn, bunlar eynidir. Və bu ürəklə də bu ürək eynidir. Ürəklə yola çıxacağıq. Bu ürək elə bir rəqəm imiş ki, o 2 dənə fiqurdan daha ağırdır və ondan 2 dənəsini götürsəm, 2 dənəsindən də daha ağır olan bir rəqəm var. Mən bunun yerinə bilirik ki, 1, 2, 3 yaza bilmərəm. Niyə? Çünki 1, 2 yazsam, 1-dən 2-dən ağır olan 2 dənə fiqur yoxdur. 3 yazası olsam 1, 2-yə 3 bərabərdir. Amma daha ağır olmalıdırsa mütləq mən bura 4 yazmalıyam. Bəs niyə 5 yaza bilmirəm? Çünki 5 yazsam burada 5 yazaram. 5 ilə 5'in cəmi 10 eləyər. Ondan ağır olan bir rəqəm yoxdur. Mütləq biz 4 yazmalıyıq ürəyin yerinə. 4 4'dürsə 8'dən daha ağır olan 9 var. Bura gətirib 9 yazırıq. 4 1 ilə 2'nin və yaxud 2 ilə 1'in cəmindən daha ağırdır. Amma hansına aiddir bilmirik. İstifadə etdiyin 1'i, 2'ni, 4'ün və 9'un üstündən xətt çəkə bilərsiniz. 2 dənə romb var burada. Rombun yerinə 5 yaza bilmərəm. Niyə? Çünki 2 dənə 5, hələ üstünə də ya 1 ya da 2 gələcəksən, ondan böyük bir ədəd alınacaq. Ondan böyük bir ədəddən daha ağır olan bir rəqəm yoxdur. Deməli, mütləq bu rombun yerinə biz 3 yazmalıyıq. 3 ilə 3'ün cəmi 6 eləyir. Üstünə əgər biz 2 yazası olsaq 8, 8'dən ağır 9 var. 9'u istifadə eləmişəm. Deməli, mütləq biz bura 2 yox, 1 yazmalıyıq. Bu 1'dirsə, onda o biri yerdə də ulduz 1 olmalıdır. Həm orada, həm də burada. Bura olur 7. 7'dən daha ağır olan 8 də var, 9 da var. 9'u istifadə eləmişəmsə, deməli bu 8 imiş. İstifadə etdiyin 3'ün 8'in üstündən xətt çəkirsən. Əlində qalır 5, 6, 7. 5, 6, 7'dən 1'in yanına mən 7 yazsam, bu eləyəcək 8. 8'dən ağır 9 var, olmaz. Çünki istifadə eləmişəm. 6 yazası olsam bu ağırlıq olacaq 7. 7'dən daha ağır olan 8 var, 9 var. İkisini də istifadə eləmişəm. Deməli, mütləq bura 5 yazmalısan ki, ağırlıq olsun 6. 6'dan daha ağır olan 8'dən 9'u istifadə eləmişsənsə 7'dir. İstifadə etmədiyin nə qaldı burada?
Deyir fiqurlardan biri tərəzidə yoxdur. Yəni rəqəmlərdən birini də istifadə etməyiblər. O da 6-dır. Bu plusun qiyməti nəyə bərabərdir? 6-ya. Smalikin qiyməti 5-dir. Niyə 6 oldu bu? Çünki tərəzidə yoxdur həmin fiqur ona görə. Romb 3-dür. Səsi bağlayın zəhmət olmasa. Ürək də 2-dir. Bunları artma ardıcıllığından düzəcəyik. Ən yüngül olanı yanlarına kiloqram yazası olsaq, 2 kiloqram olan 4 nömrədir. Sonra 3 kiloqram olan 3 nömrədir, 5 kiloqram olan 2 nömrədir, 6 kiloqram olan 1 nömrədir. 4, 3, 2, 1. D variantı. Deyir ki, gözəl insan, əgər 2-ni 3-ə vurub 6 yazsaq, 3-ü 6-ya vurub 18 yazsaq, 6-nı 18-ə vurub 108 yazsaq, 18-i 108-ə vuranda 1844 eləmir, 1944 eləyir. Deməli, buradan bölə-bölə gəlməlisən. 108-i 18-ə böləndə 6, 18-i 6-ya böləndə 3, 6-nı 3-ə böləndə 2, 3-ü 2-yə böləndə 3 böl 2. B variantı. Yes. Belə bir suala baxaq. Deməli, cavablar sağda və aşağı tərəfdə verilib. Burada belə yazır. 6 dəfə 4, 24, 3 dəfə 5, 15. Bunları çıxıb 9 yazıb. 5 dəfə 6, 30, 6 dəfə 2, 12. Bunları çıxıb Y yazırıq, 8. Yuxarıdan aşağı isə 4 dəfə 6, 24, 3 dəfə 9, 27. Bu dəfə toplayır, 51 yazır. Yəni biz 5 dəfə 6, 30, 2 dəfə 4, 8. Bunları toplayıb 38 yazmalıyıq x-in yerinə. 38 plus 8, 5 dəfə 6, 30. Düz mü yazmışam, yoxsa yox? Nəsə 18 olmalıydı müəllim. Eləmi, harada? Y 18. Y 18 mi olur? 5 dəfə 6, 30, düz deyir. 6 dəfə 2, 12. Çıxanda bu 8 yox, 18 olur. Bəli. 18 plus 38 bizə 56 verir. Düzdür. Belə bir şifroqram sualına baxaq. Şifroqram nədir? Hesab əməllərdə deyirlər. 3-ü götürüb buradakı ədədə vurub birinci yerdən yazıb. 6-nı götürüb buradan vurub buradan yazıb. 2-ni götürüb buradakı ədədə vurub buradan yazıb. Əgər 2-ni götürüb buradakı ədədə vurub buradan yazıbsa, 2-ni nəyə vuranda 1430 alınır? 1430-u götür böl 2-yə. 715. Əgər buradakı ədəd 715-dirsə, qalan hər birini rahat formada tapa bilərsən. Amma səndən ikincini soruşursa, ikinci rəqəmi 6-nı götürüb 715-ə vursan, burada alınacaq. İkinci rəqəm tapırsan. Nə alın? Bəli, ikinci rəqəm alınacaq. Əgər birincini istəsəydi, 3-ü götürüb 715-ə vurub, buradan yazardım. Əgər sonuncunu istəsəydi, istəməz özü verib və yaxud bunların da cəmlərini də sonradan toplaya bilərdiniz. Bunu başa düşməyən varsa, desini təkrardan izah edeyim. Bu, hesab əməllərinin toplamasıdır. Sizə ən çox toplamasıyla vurması düşür. Deməli, nə edir? Baxın, 5-in üstünə nə gəlsəm 7 alınır. 2 ya da 12. Əgər 2 olası olsa, deməli, A da 1-dir, B də 1-dir. A və B bir-birindən müxtəlif hərflərdirsə, hər ikisi bir-bir ola bilməz. Onda mütləq A plus B 12-yə bərabərdir. Əgər A plus B 12-dirsə, 12-nin üstünə 5 gəlsə 17. 7 yazaq, 1 yadda. A plus B burada da 12-dirsə, üstünə 6 gələndə 18, 1 yadda 19. 9 yazaq, yenə 1 yadda. A plus B burada da 12-dir. Üstünə 4 gələndə 16, 1 yadda 17. Əsas məsələ K 7-dir. L də 9-dur. Bunları toplayanda bizə 16 verir. Fərqi yoxdur. A neçədir, B neçədir? Əsas məsələ cəmi 12-dir. K ilə L-in cəmi də 16-dır. Bu hesab əməllərinin toplamasıdır. Eyni hərflərin eyni, fərqli hərflərin isə fərqli rəqəmlərə uyğun olduğunu bilərək, deməli, A hərfinin yerinə yazılmalı olan rəqəmi tapın. Nə gəlsəm 7 alınır yoldaşlar. 2 ya da 12. Deməli, əgər 2 olası olsa, deməli, A da 1-dir, B də 1-dir. A və B bir-birindən müxtəlif hərflərdirsə, eyni rəqəmi alıbsa, bir-bir ola bilməz. Nəyə vuranda 6 alınır? Onda mütləq A plus B 12-yə bərabərdir. Ya da 6-nı 6-ya vurur. Əgər A plus B 12-dirsə, 12-nin üstünə 5 gəlsə 17. Z-nin yerinə birinci gətirib 6 yazacağıq. Görəcəyik ki, alınmır. A plus B burada da uyğun gəlməyəcək. Bəli.
Üstünə Onda 6 gələndə uyğun 18 gəlmirsə, gəl yerinə 4 yazaq. 9 4 yazaq, yazaq, yenə 4. bir C-nin yerinə 4 A yazası plus B olsan, burada da 12 4-ün -dir. üstünə Nə 4 gələndə 16, 9 alınır. Bir yadda 5. 17. Əsas 5. məsələ Yaxşı. K7-dir. Baxın, bir də bir şey deyim sizə. Bunları toplayanda bizə ABC-ni 16 verir. olduğu kimi Fərqi götürün. yoxdur. A neçənci sətirdə yazın? İkinci sətirdə. Əsas məsələ cəmi 12-dir. ABC-ni B-yə Qayda vurub cəmi də ABC alıbsa, deməli B 1-ə bərabərdir. Niyə? Çünki hansı ədədi nəyəsə vurub özünü yazmısansa, deməli vurulduğu rəqəm 1 olmalıdır. 1-in üstünə nə gələndə 3 alınır? 2. Yaxşı, burada 4-ü nəyə vuranda 2 ilə bitəcək? Ya 3-ə, ya da 8-ə. Əgər A-nın yerinə 3 yazası olsam 12 olsa, burada da A3 olsa 3 ilə 1-in cəmi 11 vermir bizə. Deməli, A mütləq 8 olmalıdır ki, 4 dəfə 8 32 olsun. A da 8-dirsə 8 plus 3 də bizə 11 verə bilsin. Əsas məsələ A nəyə bərabərdir? 8-ə. Da bizə verib ki, 5 variantdan 4-ü müəyyən qanuna uyğunluğa tabedir. Bu qanuna uyğunluğa tabe olmayan variantı seçin. Burada qanuna uyğunluğa tabe olmayan 2-dir. Çünki baxın, 2 dənəsi üzü aşağı baxır. 2 dənəsi üzü yuxarı baxır. Ağ rənglərdən. O birindən biri yuxarı, biri aşağı baxır. Yəni ikisi aşağı, ikisi yuxarı, biri rəngli olanlardan biri aşağı, biri yuxarı. İndi bura baxın, 3-ə baxın hələ. 3-də deməli 2 dənəsi yuxarı baxır. 2 dənəsi aşağı baxır. Rəngli olanlardan daha doğrusu. İkisi yuxarı baxır. İkisi aşağı baxır. Eyni olan ağ rəngli olanlardan biri yuxarı, biri aşağı baxır. 4-cüdə 2 dənə ağ rəngli olan aşağı baxır. 2 dənə yaşıl rəngli olan yuxarı baxır. O birlərdən biri yuxarı, biri aşağı baxır. 5-də bu ikisi yuxarı baxır. Bu iki ağ rəngli olan aşağı baxır. Bu birlərdən biri yuxarı, biri aşağı baxır. Amma ikincidə belə deyil. İkincidə elə 3-ü yuxarı baxır, 3-ü də aşağı baxır. Deməli, o birilərlə fərqli qanuna uyğunluq yaradan 2 nömrəli şəkil imiş. Deməli, bu sualda bizə verib ki, bu şəkil və bu kənardakı iki şəkildən ortadakı şəkili almışıq sanki. Diqqət etsək görərik ki, sağ tərəfdəkinin içərisindəki bundan eynidir. Sağ tərəfdəkinin içərisindəki bundan eynidir, sadəcə rəngli verilib. İndi buradakı nə rəngdədirsə, sağ tərəfdəkinin içərisindəki ondan eyni olmalıdır. Bundan sağ tərəfdəki. Burada yoxdur, burada yoxdur, burada yoxdur. Birincidə və sonuncuda var. Və sol tərəfinə fikir versək əgər, görərik ki, deməli bu ikisinə baxın, bunların ikisi də boz rəngdədir. Bunun solu ağdırsa, bunun solu ağdır, sağı bozdursa, sağı bozdur. Sol yuxarısı qaradırsa, bunun sol yuxarısı qara olmalıdır. Sol aşağısı boz rəngdədirsə, bunun sol aşağısı boz rəng olanı götürməlisən. Ona görə birincidir cavab. Burada ağ rəng verilib, ona görə səhvdir. Deyir, cari tədris ilində ümumi sayı 24 mindən çox olmayan universitet tələbələrinin 25% 4-cü kursdadır. 4-cü kurs tələbələrinin 20% magistraturaya qəbul olmaq üçün test imtahanına qatılıblar. İmtahana qatılanların 40% keçid balını toplayaraq müsabiqəyə buraxılır və 30% magistrant adına layiq görülür. Magistrantların 12% magistratura təhsilini hərbi xidmətdən sonra başlamağa qərar verirsə əgər, onda cari tədris ilində universitetdə neçə tələbə təhsil almışdır? Burada universitetdə təhsil alan tələbələrin sayını sanki x ilə işarə edirik. Həmin o x qədər adamın 25% 4-cü kursdadır. Ədədin 25%, ümumiyyətlə ədədə görə faizi tapanda ədədi faizi göstərən ədədə vurub 100-ə bölmək lazımdır. 4-cü kursda oxuyan tələbələrin, yəni bu ədədin 20% magistraturaya qəbul olmaq üçün test imtahanına qatılır. Bu ədədin 20%-ni tapanda təzədəndən bunu 20-yə vurub da 100-ə bölmək lazımdır. İmtahana qatılanların, yəni bu ədədin 40% keçid balını toplayaraq müsabiqəyə qatılır. Vururuq 40-a, bölürük təzədən bunu 100-ə. Və müsabiqəyə buraxılanların 30% magistratura adına layiq görülür. Bu gördüyümüz ədədi də təzədəndən vurursunuz 30-a, bölürsünüz 100-ə. Magistrantların 12% magistratura təhsilinə hərbi xidmətdən sonra başlamağa qərar verdi. Bunlar artıq magistraturaya qəbul olanlardır.
Bunların da 12%-ni tapanda təzədəndən bunu 12-yə vurub 100-ə bölmək lazımdır. İxtisarları edəcəyik. 25 ilə 100 ixtisar getsə 4 qalacaq. 20 ilə 100 ixtisar getsə 5 qalacaq. Bunları 20-yə ixtisar eləsək 2, 20-yə ixtisar eləsək 5 qalacaq. Burada 10-a ixtisar eləsək 3, 10-a ixtisar eləsək 10 qalacaq. Burada bu 4-ə ixtisar eləsək 3 qalacaq, 4-ə ixtisar eləsək 25 qalacaq. Burada 2 ilə də bu 4-ü ixtisar eləsək aşağıda 2 qalacaq. Qalır indi sonuncu x vurulsun, yuxarıda 3 vur 3 qaldı 9. Aşağıda da 25'i 5'e vursaq 125. 125'i yazın. 10'a vuranda 1 0, 2 vur 5 də 10 eləyir. Yəni o da 1 0. Universitetdə o qədər tələbə var imiş ki, həmin ədədi 12500-ə bölüb də 9-a vuranda magistratura təhsilini hərbi xidmətdən sonra başlayanların sayını tapa bilirənmiş. Elə bir ədəd var imiş ki, elə bir ədəd imiş ki, universitetdə olan tələbələrin sayı 12500-ə bölünürmüş. Bu ya 12500-ün özüdür, ya 12500-ün 2 qatı 25000-dir, ya 3 qatı, ya 4 qatı bu şəkildədir. Amma 2500 ola bilərmi? Xeyr. Çünki cari tədris ilində tələbələrin sayı 2400-dən çox deyilsə, 2500 ola bilməz. Elə 12500-ün özünü götürməliyəm ki, 12500-ü 12500-ə bölüm, sonra isə 9-a vurum. Yəni, tələbələrin sayları olsun, şəxslərin yaşları olsun, bu cür məsələlərdə tam ədədlə ifadə, natural ədədlərlə ifadə olunmalıdır deyə, yəni kəsr qala bilməz. Bu cür yazılmalıdır. Deməli, 916 111% isə x-imiz 100% geri qayıtmaq üçün. 25'te almış kesanı. Əla. Deməli, bizə verib ki, 2023-cü ilin göstəriciləri həm bütün ölkə, həm də Bakı şəhəri üzrə. Bir də öncəki ilə müqayisədə bu faiz göstəriciləri var ki, bu qədər artıblar. Yəni, bu ili olub göstərici bütün ölkə üzrə 916,8. Bu, keçən ildən 11,1% çoxdur. Keçən ilki göstərici, yəni 2022-ci ildə göstərici 100%dirsə, indi ondan 11,1% çoxdur. Yəni neçədir? 111,1%dir. Çarpaz vurub buradan x-i tapsaq, 825 tam neçə alınacaq? 25 onda 2 olmalıdır desəm. 825. Bakı şəhəri üzrə isə keçən ilki göstəricidən 10,1% çoxdur. Keçən ilki göstərici 100%dirsə, indiki göstərici ondan 10,1, 110,1%dir bu ilki göstərici. Və bu ilki göstəricinin ədədlə 1174,5-dir. Bunu da x götürsək, bu 1066 verəcək bizə, təxmini olaraq. Aşağıdakı şərtdə bizə verib ki, 2022-ci ilin göstəricilərinə əsasən, yəni bu tapdıqlarına əsasən, Bakı şəhəri üzrə orta aylıq nominal əmək haqqıları bütün ölkə üzrə analoji göstəricidən neçə faiz çoxdur? Yəni 1066 825-dən neçə faiz çoxdur? Onda 825-i 100% götürürük, 1066-nı da x% götürürük. Çarpaz vurub x-i tapırıq, alınır 129%. 129% 100-dən neçə faiz çoxdur? 29%. Qüvvət şəklində verilmiş 14 üstü 24 ədədinin adi yazılışının sonuncu rəqəmini tapın. Yoldaşlar, 14 üstü 24 ədədinin birincisi 14. İkincisi neçə olacaq? 14-ün kvadratı 196 ilə bitir. Sonra 196-nın 14-ün kubu, yəni 196-nı 4-ə vuranda axırı 4 ilə bitəcək. Sonra 6 ilə bitəcək. Sonra 4 ilə bitəcək. Sonra 6 ilə bitəcək. Fikir verirsiniz, hər biri 4-dür, biri 6-dır. Biri 4-dür, biri 6-dır. Bunu belə yaza bilərsiniz. Məsələn, 14 üstündə 1 yazanda 4 ilə bitir. 14 üstündə 2 yazanda 6 ilə bitir. 3 yazanda 4 ilə. 4 yazanda 6 ilə. Tək olanlarda 4 ilə bitir. Cüt olanlarda 6 ilə bitir. 14 üstü 24 deməli 6 ilə bitəcək. Uyğunluğu müəyyən edib sual əvəzinə uyğun olan variantı seçin.
Bu fiquru fırladır. Kənarda Saat gördüyünüz əqrəb. saat əqrəb istiqamətində. Bu gəlib bura. Sonra düşüb bura. Sonra buradasa indi burada olmalıdır. Burada olmalıdırsa burada yoxdur, burada yoxdur, burada yoxdur, buradadır. Nuranənin hal-hazırda 9 yaşı var. Və bu onun babasının 11 il əvvəlki yaşının 5-dən 1 hissəsini təşkil edir. Nuranənin 9 yaşı varsa, babasının 11 il əvvəlki yaşının 5-dən 1-i 9-dursa, babasının 11 il əvvəl neçə yaşı var imiş? 9 vurulsun 5. 45 yaşı var imiş ki, 45-in 5-dən 1-i 9 eləyir. Və 11 il əvvəlki yaşıdırsa, indi neçə yaşı var? Üstünə 11 gəl, 56. Yeri gəlmişkən yaş məsələlərində yadda saxlamaq lazımdır ki, məsələn, deyirəm ki, nənə və 4 nəvəsinin bu gün yaşları cəmi 100-dür. 5 ildən sonra neçə olacaq? 105. Bəli, onda ya nənə böyüyür, nəvələr qalır, yoxsa nəvənin biri böyüyür, o birilər qalır. Bu 5 il sonra keçəndə nənə də böyüyür, nəvələri də böyüyür. 125. 125. Baxın, Mailə xanım da nənəni rəhmətə göndərdi. 5 nəfər var burada. 4 nəvəsi, bir də nənəsi. 5 nəfər varsa, hər biri də 5 il böyüyəcəksə, 5 vur 5, 25 yaş böyüyəcək ümumi hamısı birlikdə. Yaşları cəmi 125 olacaq. 5 il əvvəli soruşsaydı, çıxardım. Məsələn, soruşuram ki, ata və 3 oğlun bu gün yaşları cəmi 60-dır. Tutaş. Bəs 4 il sonra və ya 4 yox, tutaq ki, 3 il sonra necə olacaq? Birinci baxmalısan ki, neçə nəfərdilər? 72 olurdu. 4 nəfərdilər. 3 il keçirsə 4 vur 3 12. 12 yaş sonra soruşursa toplayırsan. Əvvəl soruşsa çıxardın. Məsələn deyirəm ki, ata və oğul. Oğlun var 9 yaşı. Oğlun var 9 yaşı. Atanın var 42 yaşı. Neçə il sonra atanın yaşı oğlun yaşından 4 dəfə çox olacaq. Oğlun var 9 yaşı, atanın var 42 yaşı. Neçə il sonra atanın yaşı oğlun yaşından 4 dəfə çox olacaq. Bu cür sualları tənliklə yazmaq lazımdır. Belə şifahi variantlar verilsə, variantlarla da işləmək olar. X il sonra. X il keçəndə oğlun olur 9 plus X, atanın olur 42 plus X yaşı. Atanın yaşı oğlun yaşından 4 dəfə çoxdursa, az olanı 4-ə vur, çoxa bərabər olsun. 2 ildir, doğru deyirsiniz. 42 plus X bərabərdir 36 plus 4X. Buradan alınır 3X bərabərdir 6, X bərabərdir 2. Demək, variantlar verilsəydi daha rahat olardı sizin üçün. Həqiqətən 2 gələsi olsaq atanın 44, burada 2 gələsi olsaq oğlun da 11 yaşı olacaq. Deməli, həqiqətən ata oğuldan 4 dəfə böyükdür. Burada gördüklərinizi yerləşdirməlisiniz. Bura yerləşdirməlisiniz. Birincisi, variantlarına baxmaq lazımdır bu cür suallarda. Məsələn, Bir variant uygun gəlir. Məsələn, C uyğun gəlməz. Çünki rombdursa bu 101 ilə başlamalı idi. 110 ilə başlamaz. Bu getdi. Ulduzla başlasa 110 olar. Kvadratla başlasa 001. 001 olmaz axı. Yəni 001 olmaz. A və D variantı gedər. Mütləq şəkildə bu ulduzla başlamalıdırsa, deməli burada 110 olacaq. Ulduzu yazdıq bura. Ulduzdan sonra dairə yoxsa romb. Dairə gələ bilməz, çünki dairə 0 ilə başlayır. Deməli, bu dairə deyilmiş, variant buymuş. Yəni, bu cür sualları variantlarla işləmək lazımdır. Gətirib biz indi bura 101-i yerləşdirsək, 101-dən sonra kvadrat olan 001-i, bundan sonra da dairə olan 010-u yerləşdirə bilərəm.
Deyir, dəqiq işləmiş əqrəbli saat 16:00-u göstərəndə dərhal sonra onun yalnız dəqiqə əqrəbi 2 dəqiqə ərzində hərəkətsiz qalıb. Ardınca isə əvvəlki sürətlə hərəkətini davam etdirib. Bundan sonra əqrəblərin ilk üst-üstə düşmə anının reallıqla hansı varianta uyğun olduğunu tapın. Hansı vaxta uyğun olduğunu tapın. Birinci, bizim saatımızda 16:00-u göstərirsə vəziyyət necə olacaq? Dəqiqə əqrəbi 12-ni göstərəcək. Saat əqrəbi isə 4-ü göstərəcək. Arada qalacaq 1, 2 və 3. Demək istəyir ki, bu dəqiqə əqrəbi saat əqrəbinin üstünə gəlsin və bunun üst-üstə düşsün. Üst-üstə düşsün. Bunun üçün bir düstur mövcuddur. Ümumi yazırıq 12x minus fasilə, nə qədər fasilə vermişiksə, bərabərdir. Ümumi 12x-dən fasiləni, yəni burada 2 dəqiqə fasilə verib, çıxanda burada dəqiqə əqrəbinin getdiyi və plus saat əqrəbinin getdiyi, x plus dəqiqə əqrəbinin getdiyi d məsafə yazıram. Dəqiqə əqrəbinin getdiyi məsafə. Bax, bunlar bir-birinə bərabərdir. Yoldaşlar, nə deməkdir bu? 12x minus fasilə. Nə qədər hərəkətsiz qalıb bu dəqiqə əqrəbi? 2 dəqiqə. Bərabərdir. X plus dəqiqə əqrəbi ilə saat əqrəbi arasında olan məsafə. Bax, bu dəqiqə əqrəbi 4-ün üstünə gəlməsi üçün 5 dəqiqəlik. Yəni, ümumi 20 yol getməlidir. 20 dəqiqəlik. Və bu x nədir bəs? Bu dəqiqə əqrəbi bura gələndə bu saat əqrəbi yerində qalmır axı. Saat əqrəbi də hərəkət edir. Təxmini olaraq buralara gəlir. Bax, bunlar arasında olan hissə x-dir. X və bu dəqiqə ümumi də bax o nəzərə alın. Ümumi də o deməkdir, yəni. Fikrimi izah edə bilmirəm. Bu alınır 11x bərabərdir 22-yə, x bərabərdir 2-yə. Deməli, bu dəqiqə əqrəbi buradan bura 20 dəqiqə gələndə saat əqrəbi də 2 dəqiqə gedirmiş. Gəlib bunlar, bax, burada üst-üstə düşüblər, ikisi də. Neçənci dəqiqədə ümumiyə baxın. 20 dəqiqə bu, 2 dəqiqə bu. 22 dəqiqə. Gətirib variantda yerinə də yaza bilərsiniz. Ya sağda, ya da solda, yəni. 22 dəqiqə sonra saat və dəqiqə əqrəbləri üst-üstə düşüb. 16:00-dan 22 dəqiqə sonra saat və dəqiqə əqrəbi üst-üstə düşübsə, neçədə? 16:22-də üst-üstə düşüb. Dəqiqədə gecikir. 2 dəqiqədə gecikirsə, normal saat plus 2, 16:24-ü göstərilmiş. Həmin vaxtda normal saatın neçəni göstərməyini soruşur bizdən, 16:24-ü. Bizə verib ki, dəqiq işləmiş əqrəbli saat 20:00-u göstərəndən 2-3 dəqiqə sonra onun yalnız dəqiqə əqrəbi 4 dəqiqə ərzində hərəkətsiz qalıb, ardınca isə əvvəlki sürətlə hərəkətinə davam etmişdir. Bundan sonra əqrəblərin ilk üst-üstə düşmə anının reallıqda hansı vaxta uyğun olduğunu tapın. Birinci saata baxmaq lazımdır ki, saat 20:00 göstərəndə necə olur? Dəqiqə əqrəbi 12-nin üstündə, saat əqrəbi isə 8-in üstündə olur. 2-3 dəqiqə sonra bu cümlə bizə lazım deyil. Burada 2-3 versin, 5-7 versin, nə verir versin bizə lazım deyil. Əsas məsələ 4 dəqiqə hərəkətsiz qalıb. Yazırıq 12x minus fasilə bərabərdir x plus dəqiqə əqrəbi ilə saat əqrəbi arasındakı məsafə. 12x minus fasilə 4 dəqiqədir. 4 dəqiqə gözləyib, yəni hərəkətsiz qalıb. X plus dəqiqə əqrəbi saat əqrəbinin üstünə gələndə 8-i göstərmə, 8-ə gələnə qədər neçə dəqiqə? 40 dəqiqə deyilmi? 40 yazacağıq. Bu bizə verir 11x bərabərdir 44-ə, x bərabərdir 4-ə. Deməli, bu dəqiqə əqrəbi gələnə qədər saat əqrəbi də buradan bura hərəkət edir. Dayanmıraq o da yerində, o da 4 dəqiqəlik hərəkət edir. 4-ü gətirib yerinə də yaza bilərsiniz ki, bu ümumi 44 dəqiqədən sonra 20:00-dan 44 dəqiqə sonra
Yəni neçədə? 20:44-də dəqiqə əqrəbi ilə saat əqrəbi üst-üstə düşüb. Həmin vaxtı real saat neçəni göstərirmiş? 4 dəqiqə fasilə verdiyinə görə üstünə də 4 gəlirik. 20:48-i göstərirmiş real saat. Burada yenə ümumi saatımızı çəkirik. Dəqiq işləmiş əqrəbli saat 16:00 göstərir. 16:00 göstərəndə saat əqrəbimiz 12-nin üstündə, dəqiqə əqrəbimiz 4-ün üstündə dayanır. 2-3 dəqiqə bizə lazım deyil. Yalnız dəqiqə əqrəbi 13 dəqiqə fasilə hərəkətsiz qalıb. Ardınca əvvəlki sürətli hərəkətinə davam edib. Bundan sonra əqrəblərin ilk üst-üstə düşmə anının reallıqda hansı saata uyğun olduğunu tapacağıq. Bax, bu düstura baxmaq lazımdır. Yazırsınız 12x, ümumini 12x-dən fasiləni çıxsaq, 12x-dən fasiləni çıxsaq, bir bax burada dəqiqəni, bir də dəqiqə əqrəbi saat əqrəbinin üstünə gələndə saat əqrəbi nə qədər gedir hələ? Bunlar arasındakı məsafə nə qədərdir? X qədər. Bax, ona baxmaq lazımdır. Yəni x plus dəqiqə əqrəbi ilə saat əqrəbi arasında olan məsafə. Bax, düsturumuz budur. Bunu yazandan sonra yazırıq 12x minus fasiləmiz 13-dür. Bərabərdir. X plus məsafə nə qədərdir? Məsafə deməli bayaqçı kimidir. 1, 2, 3, 4, 5, 5, 5, 5, 20 dəqiqə. 20 dəqiqə. Bu bizə verəcək onda 11x bərabərdir 33-ə, x bərabərdir 3-ə. X 3-dürsə, deməli dəqiqə əqrəbi bura gələnə qədər saat əqrəbi 3 dəqiqə gedib. Bunlar bax burada üst-üstə düşüblər. İkisinin də üst-üstə düşmə yerini tapmalıyıq. 3 plus 20. 23 dəqiqə keçəndən sonra 16:00-dan 23 dəqiqə keçəndən sonra 16:23-də saat əqrəbi ilə dəqiqə əqrəbi üst-üstə düşür. Həmin vaxtı real saat neçəni göstərir deyəndə 13 dəqiqə hərəkətsiz qaldığına görə üstünə də 13 gəlməlisən. Onda verəcək 16:36, yəni D variantı. Bu cür suallar ola bilər. Deyir, saatın əqrəbləri aşağıda verilmiş vaxtlardan hansıları göstərəndə dəqiqə və saat əqrəbi arasında bucaq eyni olar. Birincisi, dəqiqə və saat əqrəbləri arasındakı bucağı asan formada belə tapa bilərsiniz. Hər ikisini 12-yə tamamla. Bax, məsələn, burada 3-dən 5-dir. Toplayanda 12, cəmləri 12 olan, cəmləri 24 olan, cəmləri 34, 36 olanlar, demək ki, bunların bucaqları da eyni olmalıdır. Asan qaydası budur. 0-2-20-də dəqiqə əqrəbi ilə saat əqrəbi arasında neçə dərəcə, bucaq neçə dərəcə olduğunu tapanda belə yazırsınız. 60 saat, bax 60 dəqiqə yazdım, eləmi? Bax 60 saat minus 11 dəqiqə bölünsün 2. Bax, düstur belədir. Niyə bilirsinizmi? Baxın, bunu siz özünüz də fərqinə varacaqsınız. Saat 02:20-ni göstərirsə, 02:20-ni göstərirsə, 60-ı 20-yə vurma da sən. 60-ı daha kiçik olana vur. Böyük ədədi daha kiçik olan saata vur. Mən özüm də belə yadımda saxlayıram. Çıxılsın. 11 daha kiçikdir də. Onu da dəqiqə böyük olur adətən. Dəqiqəyə vur. Böyük olana vur. 11-i də vur 20-yə. Böl 2-yə. Gör hələ bunlar arasındakı dərəcə nə qədərdir. 120 çıxaq. 220 bölünsün 2. Bu bizə verəcək 100 dərəcə. Modulda olduğuna görə müsbət 100 dərəcə böləndə eləyir 50 dərəcə. Bunun arasında olduğu 50 dərəcə. İkincini tapsaq. Saat 06:50-dir. Dəqiqə əqrəbi 60-ı nəyə vuracam? Daha kiçik olan saata vuracam. Çünki 60 böyüksə 6-ya vuracam. 11-i dəqiqə olana 50-yə vuracam. Böləcəm 2-yə. Bu eləyəcək 360 minus 550. Bölünsün 2. Bunu çıxsaq, bu bizə neçə verəcək? Deyəsən 19, 190. Bölünsün 2. Mənfi olmağı problem deyil. Niyə? Çünki bunu biz modula salmalıyıq. Bölsək, bu da 95 verəcək. 95 dərəcəymiş. Soruşsa ki, kiçik bucaq neçə dərəcədir?
95 dərəcə. Amma böyük bucağı soruşsa, onda 360-dan 95 dərəcəni çıxacağıq. Niyə? Çünki tam bucaqsa, məsələn, saat belədirsə, kiçik bucağı tapmısan, tutaq ki 95 dərəcə. Böyük bucaq deyəndə çöldəkini nəzərdə tutur. Fikrimi izah edə bilirəmmi? Bir də bir şeyi nəzərinizə çatdırım. Düzdür, burada bunların heç birində yoxdur. Amma saat birdən göstərsə, tutaq ki 14:05. Onda biz dəqiqə əqrəbi ilə saat əqrəbi arasındakı bucağı necə tapacağıq? Bizim əsas bu divar saatına nəzərəndir. 14:05 yazmaqda 14:30 yazaq tutaq ki. 14:30 yazıram. 14:30 yazanda saat necə olur? Bu 12-dən sonra 14 yoxdur axı. Bax budur bax saat. 14 demək 2 deməkdir. 30 olması da onun burada olması deməkdir. Yəni içini göstərir deyə bu 02:30 kimi baxmaq lazımdır. 14 2 deməkdir. Biz yazanda 60-ı 14-ə yox, 2-yə vurmalıyıq. 11-i də dəqiqəyə, yəni elə 30-a vurub böləcəyik 2-yə. Bu da bizə verəcək 120 minus 330 bölünsün 2. Yəni 210 bölünsün 2, 105 dərəcə alınacaq. Fikrimi izah edə bilirəmmi yoldaşlar? Məsələn, birdən versə ki 18:40 dəqiqə əqrəbi ilə saat əqrəbi arasındakı bucaq neçə dərəcədir? 18 yox, 6 yazmalısınız. Bu 06:40 kimi baxmalısınız buna. Çünki bu divar saatında 18 yoxdur. 6'dır. Yəni hər vəziyyətdə 7-yə 20 dəqiqə qalıb. Yazanda da 60 saat, yəni 6 minus 11 dəqiqə, yəni 40 bölünsün 2. Amma modulda. 125-də 0,350-ni bir dənə hesablayaq görək neçə verir. 60 vurulsun 3 minus 11 vurulsun 50 bölünsün 2. 180 minus 550 bölünsün 2. Bu bizə verəcək neçə? 370 bölünsün 2. 370. Bu 50 hardan alındı? Düsturdur bu. 60 saat minus 11 dəqiqə bölünsün 2. 50 dəqiqənin göstəricisidir. O da saat. 370-i də 2-yə böləsi olsaq, bu bizə verəcək 185. 185. Bir də 0,8 onu hesablayaq görək hələ bu nə verir bizə. Deməli 60 vurulsun 8 minus 11 vurulsun 10 bölünsün 2-yə. 480 minus 110. Bu da verir mi 370 bölünsün 2? Bu da verir mi 185 dərəcə? Deməli bu ikisində 185 dərəcəymiş hər ikisində. O birlərdə də fərqli ədədlər alınır. 3 və 5. Və gətirib 326-da da həmin düstura əsasən bunun hamısını tapıb da yazmaq olar. Amma bizim vaxtımız az olduğuna görə qısa qaydası topla saatları gör hansının cəmi 12, 24, 36 fərqi yoxdur. Bunlardan biri verirsə cavab odur. 3-cü ilə 5-cini baxın 0,810 üstünə gəl 0,350 neçə verir? Dəqiqələrim 1 saat, saatlarım da 11. Eləyir mi 12:00? Bəli, demək ki 3 və 5 imiş cavab. Bəs 326-da yenə tapa bilərsiniz bayaqçı kimi. Amma 0,820 bir də 0,340-ı toplayanda bizə cəmi 12 dəqiqələr 1 saat, yenə də 12 verir mi? Verirsə deməli heç mən bunu yazmağa ehtiyac yoxdur. Yəni 3 ilə 4 sizin doğru cavabınızdır.